səni. Ha? Maşın vuracaq, gəl bu yana keç. Obyekt çıxıb satışa. Ay Sənə bir dənə maşallah. möhtəşəm obyekt tapmışam, Turan. Harda? Aya, Maşdağada, düz göbəyində. Dostlar, sizlər üçün 400 kvadrat obyekt, 400-dən artıq obyekt, 1300-ə yaxın ev çıxıb satışa. Bu gördüyünüz obyekt, hər halda Maşdağada qalanlar bilir. Burada demək ət dükanıdır, bura fotosesiyadır. Bura gördüyünüz kimi Oba marketə verilib icarəyə. Aylıq gəliri dedi nə qədər? Aylıq gəliri 4000 civarındadır. 4000 manat ayda gəlir. Bu burada belə meyvə dükanıdır. Bu başa qədər gedir. Gedək. Gedək, hələ o qədər var. Əlavə dostlar, bax hamısı 40 sotun içindədir. Hər iki tərəfi yoldur. Və bura gələcəkdə tikmək istəyir obyekt sahibi. Evimiz də var. Bax gördüyünüz maşına qədər hamısı bu qardaşa məxsusdur. Aya, bu imarətgahdır. İmarətdir. Həqiqətən düşmə bir variantdır. Dostlar, bu cürlə gedir. Hamısı buna məxsusdur. Görürsünüz, hər iki istiqamətdə də yoldur. Demək, o qırmızı maşın, belə çəkim. Ondan biraz bəri. Bu istiqamətə qədər hamısı buna məxsusdur. 40 sotun içindədir. Kvadratlı yerdir. Dostlar, inşallah ki, daxil ola. Bu istiqamətdə görürsünüz, maşın saxlamaq üçün yer var. Yəni, buranı da gələcəkdə obyekt eləyə bilərsiniz. Yəni, burada nə istəsəz, hər şey eləməyə imkanınız var. Restoran kimi də eləyə bilərsiniz. Hal-hazırda təkrar eləyim. 400-dən çox obyektimiz, 1300 kvadratda tikintimiz var. Buranı da nəzərdə tutub qardaş ki, obyekt üçün. Bildiniz, əsas qlavni yolu, mərkəzi yolun tam olaraq üstüdür. Buzovniya bir çox yerlərə gedir bu yol. Əsas ana yolun tam olaraq üstündədir. Belə bağı da var. Bağını da çəkim. Kvadratlı yerdir, 40 sotun içində. Çox gözəl bir variantdır. Sərmayə yatırmaq üçün ən ideal bir təklifdir. Gördüyünüz kimi, buranı da ev nəzərdə tutublar. Yəni, bu istiqamətdə bayaq çəkdim sizə. Burada yoldur. Buranı da obyekt eləyə bilərsiniz. Dostlar, demək olar ki, 3 dənə evdən ibarətdir. Bu bizim birinci evimiz. Çox böyükdür. Həqiqətən sahilə saraydır. Tam fərqli bir dizayn, çox gözəl evdir. Maşallah olsun. Evimizdə 2 dənə də yataq otağı var bu evdə. Yəni, onları biz çəkməyəcəyik. Bu bizim bir qonaq otağı. Əsl saray. Yəni, baxın gözəlliyinə. Maşallah olsun. Buradan da daxil olursan yataq otağıdır. Bura təsəvvür edin, bu evin koridoru mətbəxdir. Bura qaldı. Bir dənə də hələ mətbəx də var. Oranı da çəkim. 2 dənə də əlavə. Belə. Bu istiqamət sanitar qovşağıdır. Çox xırda detallar çəkmək istəmirəm. Bu bizim ikinci qonaq otağı. Maşallah olsun, bu belə geniş ikinci qonaq otağı. Dostlar, bizim bu ikinci evimiz 600 kvadrat. Bir daha təkrar eləyim. Hamısını cəmləşdirib qəşəng nə eləmək olar? Restoran eləmək olar. Əlbəttə, yol qırağı. Bağça ilə, daha nə bilim, nə istəsən burada hər şey işlər. Tədris mərkəzi, nə istəsəz eləyə restoran, bilərsiniz. ailəvi restoranlar. Bəli. Çünki bura nədir? Obyekt yerdir. Ən gözəl bir ərazidə yerləşir. Buranın yeri idealdır. Bura geniş belə bağı var. Keçək biz ara 3-cü evə. Dostlar, daxil oluruq 3-cü evimizə. 3-cü ev möhtəşəm, Maşallah, böyük bunu sən hardan tapdın? Onun üçün də qırmızı geyinibsən də. Gedirdim, mən çağırdım, tələsik, gəl, gəl. Özə ki, sana yaraşır belə geyim. Dostlar, burada belə yataq otağıdır. Zalı möhtəşəmdir. Qonaq otağıdır. Bu bizim 3-cü evimizdir. Demək, burada bir yataq otağıdır, onu çəkmirik. Bu da bunun mətbəxdir. Bu bizim bağ hissəmiz. Bir daha təkrar edeyim. O gördüyünüz istiqamətdə yoldur. Hər iki tərəfə yolu var. Yolu var. Nömrə. Əvvəl onu deyim ki, sənə çox yaraşdı bu ev. Çox sağ ol.
Allah xeyir versin, alana da, satana da Turan. Sahilə saraydı. Bəlkə də Maşdağada belə bir variant yoxdur. Həqiqətən Qəşəng evdə. 4000 ayda gəlir, 3 dənə ev, Cəmi neçə sotun içindədir? 40 sotun 40 içindədir. sotun içindədir Turan. Təsəvvür elə bir belə heç neçə satılır. Həqiqətən də heç elə Mərdəkanda zadda bu qiymətə bir dənə ev Qiyməti alırsın. əlaqə saxlayanlar deyərəm. Nömrəni dinən 050 756 00 47. 050 ilə 756 00 00 47 dostlar düşmə variant. 3 dənə təkrar eləyim. Ev, Qəşəng, super. obyektlər, 3 dənə obyekt, 4000 ayda gəlir, 3 dənə də ev. Böyük ailə üçün də sərfəli variant və yaxud da burada nə istəsiz eləyə bilərsiniz. İstəsə 3 qardaş